platform to use artificial intelligence to do this properly. So I'm working with the Sao Paulo University. Ötən günlərdə Ocampo özü açıq şəkildə Bakıya qarşı süni intellektdən və Braziliyadakı superkomputerdən istifadə olunması məsələsini gündəmə gətirmiş və Azərbaycana qarşı qurulmuş beynəlxalq təzyiq sistemini etiraf etmişdi. Hətta Qarabağın onun üçün vacib olduğunu bildirərək bu məsələni diqqətdə saxlamalı olduğunu da demişdi. Bu dəfəki video görüntülərdə isə Ocampo geniş miqyaslı əlaqələrini, hədəf və məqsədlərini də açıq şəkildə etiraf edir. Əvvəlcə video görüntüyə və danışıqlara nəzər salaq. Nosotros podemos entender que es una agencia política y no meternos y solamente mostrarla. Y es lo que yo hago también. Yo hago eso también con Armenia mismo. Hoy Armenia es un quilombo porque en Armenia Pashinyan lo puso preso a 2 obispos. Está peleando a muerte con la iglesia armenia. Lo acusó al católico, que es el papa armenio, que tiene un hijo, que debe ser cierto. Y entonces está peleado a muerte. Y mi obispo en Londres sufre un montón por eso. Yo le digo, mira, nosotros siempre decimos no nos metemos. Oye, y normalmente él no tiene problemas por estar involucrado, representando a la comunidad de Armenia y puede que está en contra de lo que quiere ser el presidente de Armenia. Armenia me parece que está haciendo algún tipo de negocio. Yo tengo un acuerdo no con Pashinyan mismo, pero con su Ministerio de Asuntos Exteriores, de que nosotros nos vamos a ocupar de esto, de liberar a los armenios y proteger a Nagorno-Karabaj, y nunca nos vamos a involucrar en temas nacionales. Okay. Ellos me lo han agradecido y ellos consideran que el hecho de que nosotros estemos de afuera empujando les viene bien a ellos, porque ellos no pueden ser agresivos en la negociación con alguien. Entonces a ellos les viene bien. Tell me about the elections in Armenia. I always say to the government, look guys, I will never be involved in national things. Because you told me that you are in good relationship with the foreign minister. For Armenia. Yeah. But then I promised them I will not. So and they are doing nasty things because they put in jail 4 bishops. Yeah. Oh. Because the bishops were campaigning in the government and the government believed the bishops started working for Russia. Bəli, söhbətdən Ocampo'nun Ermənistana müdaxiləsi, Ermənistan hakimiyyətinin və Paşinyanın yaxın çevrəsinin Ocampo ilə əlaqə saxladığı, bununla bərabər faktiki olaraq bu kampaniyaya dəstək verdiyi də açıq şəkildə aydın olur. Hətta təzyiq göstərilməsi üçün mexanizmlər barədə də aydın təsəvvür yaradır. Video materialdan da göründüyü kimi, həbsdə olan ermənilər ətrafında aparılan kampaniyada Nikol Paşinyanın ən yaxın silahdaşlarından biri Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyanın adı hallanır. Üstəlik, Ocampo özü onunla yaxşı münasibətlərinin olduğunu və nələrdəsə razılaşdığını təsdiqləyir. Ya Ermənistan Xarici İşlər Naziri rəhbərliyindən gizli şəkildə bu çirkin kampaniyaya cəlb olunub, Paşinyan və dövlətin maraqlarına xəyanət edir, ya da bu İrəvanın özünün strategiyasının bir hissəsidir və Nikol Paşinyanın razılığı ilə həyata keçirilir. Amma hər iki halda Mirzoyanın separatçı və revanşist gündəmin təşviqinə cəlb olunduğu görünür. Bunlar isə Vaşinqtondakı tarixi görüşdən sonra formalaşmış sülh prosesinə zərbə vurur. Hətta xatırladaq ki, sülh müqaviləsinin paraflanmasında iştirak edənlərdən biri də elə Mirzoyan özüdür. Ocampo'nun oğlu Thomas da açıq şəkildə bildirmişdi ki, bizim nail olmalı olduğumuz şey Paşinyanı baş naziri vəzifədən uzaqlaşdırmaqdır. Məsələnin miqyası böyüdükcə aydın olur ki, son illər Avropa Parlamentində Bakıya qarşı vaxtaşırı qəbul edilən çoxsaylı qətnamələr, qərəzli bəyanatlar və təzyiq kampaniyaları artıq təsadüfi görünmür. Belə bir təəssürat yaranır ki, bu proseslərin arxasında erməni siyasi idarələri ilə sıx əlaqədə fəaliyyət göstərən qüvvələr dayanır. Video materialda son aylarda Azərbaycanın Qarabağ bölgəsindəki sökülən qanunsuz tikililər ətrafında qaldırılan isteriyanın arxasında kimin dayandığı aydın görünür. Erməni lobiçiləri həmin tikililəri qədim kilsələr kimi təqdim etməyə çalışırlar. Söhbətdən belə nəticə çıxır ki, xaricdə, xüsusilə Böyük Britaniyada bəzi din xadimlərinin dəstəyi ilə fəal şəkildə tirajlanan xristian irsinin məhv edilməsi isteriyası da Ocampo və onunla əlaqəli strukturlar tərəfindən koordinasiya olunur. Ocampo açıq şəkildə etiraf edir ki, onun Londonda çox əziyyət çəkən yepiskopu var. Multikultural və tolerantlıq ənənələrindən çıxış edən Azərbaycan dəfələrlə vurğulayıb ki, ölkədə həqiqi qədim xristian abidələri qorunur və bərpa olunur.
İşğal dövrünün qanunsuz özbaşına tikililəri isə söküləcək. Həm də bu gün dırnaqarası xristian lirsi ətrafında dəridən qabıqdan çıxan həmin Avropa siyasi ictimaiyyəti uzun illər işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinin sistemli şəkildə məhv edilməsinə göz yumaraq bir dəfə belə qətnamə bəyanat vermədi. Bu susqunluqdan kimlərin maraqlı olduğu, niyə indi bu məsələlərin ardına düşmələri və ikili standartlar bizə çoxdan məlumdur. Diaspora strukturları, pulla tutulmuş lobbiçilər və qərb siyasi platformaları vasitəsilə anti-Azərbaycan narrativləri və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq cəhdləri bundan sonra da ifşa olunacaq. Bu gün regionun sülhə yaxın olduğu təmasların və əlaqələrin olduğu bir vaxtda Cənubi Qafqazla bağlı çirkin kampaniya aparan, Azərbaycana qarşı qərəzli bəyanatlar verən, ikili standartlar aparan korrupsionist Okampo ilə Mirzoyanın gizli əlaqəsi narahatlıq doğurur. Əgər Ermənistanın Xarici İşlər Naziri beynəlxalq anti-Azərbaycan kampaniyasını koordinasiya edən və revanşist gündəmi qızışdıran şəxslə əlaqə saxlayırsa, o zaman Ermənistan hakimiyyətinin sülhsevər bəyanatları nə dərəcə ciddidir? Bütün bunlara rəsmi İrəvan özü də aydınlıq gətirməlidir. Turab Hacızadə, Nicat Quliyev, Elşən Məhrəmov, NTV Xəbər.